Otaqlı evin təqdimata gəlmişik. Ev ölçüləri genişdir. 7 metrənin 3,5 belə bir zal hissədir. Bir dənə dönüb arxa həyət yəni hərəzini göstərək. Bax, qabağında obyekti də var. Sanitar sanuzeli addenli buradadır. Obyekt harca 50-60 kvadratlıq obyektdir, dükandır. Dükanı qabağındadır. Plus da qapı yeri var. Əl qapısı söküb buranı qapı qoyub geniş həyət də eləyə bilərsən. Yerdən də 8 daş kürsülüdür. Padvalı zadı hündürdür. Bircə evimiz təkdaşdır, onu qeyd edeyim. Bax, girdik belə qonaq otaqdır. Sağda mətbəximizdir. Mətbəx mebeli hamısı qalır, yəni götürülmür. Qonaq otağı geniş ölçüyə malikdir. Bu da yataq otağımızdır. Yataq otağının ölçüləri də böyükdür. 5 metrənin 3,5 belə bir ölçüdür. Mətbəx mebeli qalır dostlar. Qazı var, işığı var, suyu da quyusuydu. İndi sizi obyekt hissəyinə tanış eləyək. Geniş məhəlləyə açılır. 190 hardasa bir 100 metr qabaqdan keçir. Bax 100 metr qabağa asfaltdır, 190 keçir oradan. Bu da mağazin hissəmizdir. Böyründə də əl qapısıdır həyətə girmək üçün. Dar belə həyətə ərazi qoyublar, görürsüz. İndi sizi obyektlə tanış edirəm. Qaz, işıq sayğacları yenə qeyd edilən var. Obyektimizin hətta xaladenkləri də hamısı var, hamısı da qalır. Bu belə bir obyektdir. Gördüyünüz kimi, harca 50-60 kvadratdır. Mağazinə yararlı bir şeydir. Mağazin olub əvvəl. Qiymət 39.000 manat. Yenə qeyd edirəm, qaz, işıq sayğacı var. Tələsin dostlar, buyurun.